Marketə girəndə əsas nəyə baxırıq? Məhsulun qiymətinə yoxsa keyfiyyətinə? Təbii ki, əsas olan məhsulun keyfiyyətidir. Amma bəzən olur ki, bir baxış bəs edir ki, məhsulun qiymətinə baxdıqdan sonra onu geriyə qoyaq. Gəlin paytaxt sakinlərindən soruşaq görək həmin məhsullar hansılardır? Alırıq, ancaq heç marketlərdən o kalpasalar zətlərdə heç razı deyilik. Əsas ərzaq məhsullardır ki, onların keyfiyyətinə razı deyilsiniz. Yox, ərzaqların çoxusu xarabdır. Alırsan heç yemək olmur. Meyvə tərəvəz daha çox bahadır. Belə baxanda, yəni bugünkü gündə, yəni öz vətənimizdə onların çox istehsal olunursa, onlar daha çox biraz qiymət cəhətdən yüksəkdir. Elə məhsullar var ki, gətirilmədir, yəni onlara biz bir söz deyə bilmərik, amma vətənimizdə yetişdirilən məhsullar çox yüksəkdir. Ümumiyyətlə, özümüzdə istehsal olunan məhsulların qiyməti yüksəkdir. Məsələn, olur ki, marketdə satılan hər hansısa bir məhsul qeyri-market şəbəkələrində, məsələn, qıraq satış obyektlərində deyək ki, qiymət marketdəkindən qat-qat üstündür. Olur, bəli. Hamısında deməzdim, amma yəni şəhərdə bir neçə yerdə yəni qarşıma çıxıb, yəni olub. Yəni 10 qəpik, 20 qəpik də deyil, 50 qəpik, 1 manata yaxın, yəni fərqləri olur. Ətin qiyməti o boyda bahadır. O sosiska kalpasa niyə elə ucuz olur? Keyfiyyətsiz ki, ucuz verirlər də. Vəssalam. Dəlik istifadədir. Ətdir, yağdır, undur, düyüdür, sonra qreçkadır, qatıqdır, süddir, belə şeylər. Yəni fikirləşirsiniz ki, bunların qiyməti bazar rəqabətinə uyğun götürəndə, yəni bahadır. Marketdə bahadır, bəli. Aha. Görünən odur ki, istədiyimiz məhsullar sadəcə rəfdə qalır. Zəruri olanlar isə səbətdə. Baku Az, Abbas Ləsəd, Asim Zülfüqarov.